OTK sınağında keçirilmiş belə bir maraqlı sualın izahına baxaq. Sualı keçməzdən əvvəl ilk öncə onu deyim ki, mən dövr qanunu dərsini keçərkən şagirdlərə bəzi elementlərin qrup üzrə xassələrini izah edirəm və onlara bunu da öyrənməyi məsləhət görürəm. İndi deyə bilərsiniz ki, həmin elementləri öyrənmək əzbərçilikdir, necə yadımızı saxlayın? Narahat olmayın, mən bütün elementləri öyrətmirəm. Qrupda vacib olan elementlər var ki, imtahana ən çox o elementlər düşür və o elementlərin xassələrindən düşür. Və o elementləri zaten biz testlərdə, qeyri-üzvi kimyada görürük və qeyri-üzvi kimyanı keçiddə biz onları öyrənməliyik. Və mən ona görə onları sxemləşdirib rahat şəkildə şagirdlərimə öyrənirəm. Və şagirdlər onları bildikdən sonra artıq belə tipli suallar onlara çox rahat gəlir. Gəlin indi keçək sualın izahına. Deyir ki, burada Y və Z elementlər üçün hansı ifadələr doğrudur? Birinci baxıram ki, mənim ipucum X-dir. Mən məsələn şagirdlər öyrəndiyim qaydada artıq şagirdlər bilir ki, bu X elementi məsələn karbondur və dördüncü əsas yarım qrupdur. Və həmçinin gəlin karbonun dövrünə də baxaq. Bu zaman konfigurasiyanı yaza bilərik. 1s2 2s2, 2p2. Deməli, ikinci dövrdür. Bu 2-dir, bu deməli, üçüncü dövrdür. Deməli, artıq bura üçüncü əsas yarım qrupdur. Bura 2-dir, bura 5 və 6. Əgər, məsələn, elementi bilmirsinizsə, problem deyil. Burada sıra nömrəsinin konfigurasiyasını yazın, baxın, görün, bu neçənci dövrə və neçənci qrupa uyğundur. Aha, indi bizə deyir ki, Y və Z-in S elektronlarının sayı eynidir. Artıq burada elementi bilməyə ehtiyac yoxdur. Siz konfigurasiyanı yazmalısınız S elektronu tapmaq üçün. Amma məsəl üçün mənim şagirdlərim artıq bilir ki, məsələn, bu Y elementi hansı ola bilər, Z elementi hansı ola bilər. Məsələn, ikinci əsas yarım qrupda mən əsas hansı elementləri öyrədirəm? Berelium, magnezium və kalsium. Berelium sıra nömrəsi 4-dür. Digərləri 8 vahidi artır. 12, 20. Deməli, bu üçüncü dövr ikinci əsas yarım qrupu uyğun ola bilər. Bura bereliumdursa, bura deməli magnezium'a uyğundur. Zaten müəllif verdikdə sizə bunu ardıcıllıq şəklində verir. Yəni ki, səhv formada verə bilməz. Aha, bu magnezium Z isə, mən demişəm ki, 6-cı əsas yarım qrupda əsasən 2 element öyrənilir. Yəni daha çox o elementlərə aid nəsə düşür. Bu isə kükür də ola bilər. Həqiqətən də 3-cü dövr 6-cı əsas yarım qrupda yerləşir. İndi Y və Z-in elektronları sayındır. Yəni mən 12 və 16 uyğun konfigurasiyasını yazaq. Deməli, zaten əvvəllər eynidir. 1s2, 2s2, 2p6 və 3s2. Bu magneziumundur, yəni Y elementinin. Digərinə isə 1s2, 2s2, 2p6, 3s2 və 3p4 yazırıq. Görürsünüz, həqiqətən də S-dəki elektronların sayı bir-birinə bərabərdir. Bu doğrudur. Deyir ki, Y-in ən kiçik oxşaşma dərəcəsi -2-dir. Deməli, Y-ə baxıram. Deməli, ikinci əsas yarım qrupda yerləşir. Bax, biz bilirik ki, birinci, ikinci və üçüncü əsas yarım qrupda əlbəttə ki, bor və hidrogenin istisna olmaqla bunların sıra nömrəsini bilməliyik ki, bizə X şəklində, Y şəklində verəndə bilək ki, bu artıq qeyri-metaldır. Bu 5-dir, bu da 1-dir. Aha, buradakilərdən heç biri ona aid deyil. Deməli, deyir Y-in ən kiçik oxşaşma dərəcəsi -2-dir. İkinci əsas yarım qrupda yerləşənlərin hamısı metaldır və metallar bilirik ki, mənfi oksijləşmə dərəcəsi göstərmirlər. Ən kiçik 0 göstərə bilər, maksimum valentliyi zaten həmişə qrup nömrəsi ilə bərabər olur. Bu səhv fikirdir. Deyir, Y-in sıra nömrəsi özünə ən yaxın təsirsiz qazın sıra nömrəsinin 2 vahid çoxdur. Y baxırıq ki, ikinci əsas yarım qrupda yerləşir. Təsirsiz qazlar isə bilirik ki, 8-ci əsas yarım qrupda yerləşir. Yəni, axırıncı təbəqəsi NS2, NP6 ilə bitir. Məsələn, gəlin baxaq, ikinci dövrdə hansı yerləşə bilər? Aha, bir də istisna olaraq, məsələn, heliumda 8-ci əsas yarım qrupda yerləşir. Bunun sıra nömrəsi bilirik ki, 2-dir. Qalanlarında məsələn, 10, 18 və s. Yəni, 8 vahid artacaqdır. Həmçinin bilirik ki, NS2 NP6 ilə qutarır. Deyir ki, Y-in sıra nömrəsi. Y bildik ki, 12-dir sıra nömrəsi. Ən yaxın təsirsiz qazın 2 vahid çoxdur. Deməli, təsirsiz qazın bizim 10 olmalıdır ki, ondan 2 vahid çoxdur. 10 olanda bəli, bizim təsirsiz qaz mövcuddur. Deməli, bu da doğru fikirdir. Daha sonra nə deyir? Deyir, Y ilə Z, Y2Z tərkibli birləşmə əmələ gətirir. Baxırım. Y yazıram və Z-i qeyd edirəm. Y dedim, ikinci əsas yarım qrupdadır və metaldır. Və sabit olaraq 2 valentli göstərəcəkdir. Z isə 6-cı əsas yarım qrupda yerləşir və qeyri-metaldır. Qeyri-metal və metal birləşməsində adətən qeyri-metal kiçik valentliyini göstərir. Və 6-cı əsas yarım qrupda da yerləşənlərin kiçik valentliyi 2 valentli olur. Bilirik ki, 2, 4 və 6 valentli göstərir. Kiçik valentliyi 2 olur.
2. Əslində Y Z birləşməsi əmələ gətirməlidir. Burada isə deyir ki, Y-i Z birləşməsi əmələ gətirir. Deməli, bu yanlış fikirdir.